Salam, qəbula düşə biləcək əhali məsələlərinin izahına baxaq. Ölkədə əhalinin ümumi sayı 2010-cu ildə 23 milyon nəfər olmuşdur. Təbii artım hər 1000 nəfərə 11 nəfərdir. 2015-ci ildə ölkənin ümumi əhali sayını istəyir bizdən. Deməli, hər 1000 nəfərə 11 nəfər artım varsa, bəs 23 milyon nəfərə neçə nəfər artım olar? Buradan x-i tapsaq, 253 min nəfər. Deməli, bir il ərzində 253 min nəfər artım var. İllərə diqqət yetirsək, 2010-cu ildən 2015-ci ilə istəyir bizdən. Arada 5 il fərq var. 1 ilə 253 min nəfər artım varsa, bəs 5 ilə nə qədərdir? Bunu vursaq 5-ə. Deməli, 5 il ərzində 1 milyon 265 min artım müşahidə olunur. Ölkənin əvvəlcə əhalisi 23 milyon idi, hazırda isə 1 milyon 265 min nəfər artım var. Onda ümumi əhali sayı nə qədər olar? 23 milyondan toplasaq, ümumi əhali sayımız 24 milyon 265 min nəfər olar. Bu da A variantı. Ölkənin sahəsi 8990 kvadrat kilometrdir. Əhalinin orta sıxlığı hər kvadrat kilometrdə 101 nəfərdir. Əhalinin ümumi sayını istəyir bizdən. Düsturu yadımıza salaq. Sıxlığı tapmaq üçün əhali sayını bölürdük ərazinin sahəsinə, yəni ölkənin sahəsinə. Sıxlıq nə qədər verib? 101 nəfər. Burada ərazi nə qədərdir? 8990 kvadrat kilometr. Əhalini istəyir bizdən. Əhalini də tapmaq üçün biz bunu çarpaz vursaq, 101-i vurarıq 8990-a. Bu da edər. Bu da eləyər 907.990. Yəni B variantı. 1995-ci ildə Azərbaycanda əhali sayı 7,8 milyon, 2005-ci ildə 8,8 milyon nəfər olmuşdur. Orta illik təbii artımı faizlə istəyir bizdən. Deməli, ilk verilən rəqəm bizim hər zaman demişik 100%-imizdir. 7,8 milyon bizim 100%-imiz olarsa, 8,8 milyon isə x%-dir. Buradan x-i tapsaq 112,8. 112,8-dən biz 100%-i çıxsaq, qalar 12,8%. Amma diqqət edirik, bu neçə il ərzindədir. 1995-ci ildən 2005-ci ilə qədər 10 il fərq var. Və bizdən orta illik artımı soruşur. 12,8-i bölərik 10 ilə. 1 ili tapmaq üçün. Bu da edər 1,28%. A variantı. Digər bir tapşırığa baxaq. Şəki-Zaqatala İqtisadi Coğrafi rayonunda əhalinin ümumi sayı 752 min nəfərdir. Kənd əhalisi isə 397 min nəfərdir. Urbanizasiya səviyyəsinin neçə faiz olduğunu istəyir bizdən. Ümumi verilən rəqəm bilirik ki, bizim hər zaman 100%-imizdir. Digəri isə x%-dir. Digəri dediyimiz 397 min nəfər, yəni kənd əhalisinin payıdır. Buradan x-i tapsaq, kənd əhalisinin 52,7% olduğunu taparıq. Ümumi 100%-dən 52,7%-i kənd əhalisidirsə, 47,2%-i isə şəhər əhalisi olar. Urbanizasiya şəhər əhalisi deməkdir. 47,2% şəhər əhalisi var. Bu da A variantı. A ölkəsində əhalinin sayı 53,5 milyon nəfərdir və hər 1000 nəfərə artım 5 nəfərdir. B ölkəsində isə bu rəqəm müvafiq olaraq, yəni əhali sayı müvafiq olaraq 68,7 milyon nəfər, hər 1000 nəfərə artım isə 3 nəfərdir.
A ölkəsində illik təbii artımla B ölkəsində illik təbii artım arasında fərqi soruşur bizdən. Deməli, A ölkəsində əhalinin sayı 53,5 milyondur. Bu oldu təbii artım x. 1000 nəfərə nə qədərdir? 5. Biz buradan x-i tapsaq 367.500 nəfər taparıq. Deməli, A ölkəsində əhalinin illik təbii artımı 267.500 nəfərdir. Keçsək B ölkəsinə. Hər 1000 nəfərə 3 nəfər artım varsa, 68,7 milyon nəfərə x artım olar. Buradan da x-i tapsaq 206.100 nəfər. Bunların arasındakı fərqi istəyir bizdən. 267.500-dən 206.100 nəfəri çıxırıq. O da edir 61.400 nəfər. Aradakı fərq 61.400 nəfərdir. Və bizdən diqqətli oluruq. 1000 neçə min olduğunu soruşur. Bunu onluq kəsir formasında 61,4 min kimi yaza bilirik. Növbəti məsələyə baxaq. Ölkə əhalisinin sayı 60 milyon nəfərdir. Ölkədə doğulanlar 2,5 milyon, ölənlər isə 1,3 milyon nəfərdir. Hər 1000 nəfərə düşən təbii artım istəyir bizdən. Ümumilikdə təbii artım nə qədərdir? 2,5 milyon doğum, 1,3 milyon ölüm varsa, təbii artım 1,2 milyon olar. Ümumi ölkə əhalisi 60 milyondur. 60 milyona 1,2 milyon təbii artım var. Bəs onda 1000 nəfərə təbii artım neçə nəfər olar? Buradan da x-i tapsaq, x olar 20. Deməli, 1000 nəfərə 20 nəfər təbii artım olar. Bu da E variantı. Açıq tipli sualın izahına baxaq. Sabirabad şəhərində 2010-cu ildə əhalinin sayı 95,5 min nəfər, 2018-ci ildə 127,5 min nəfərdir. Şəhərdə miqrasiya hesabına əhalinin sayı 8 min nəfər artmışdırsa, orta illik təbii artımın neçə min nəfər olduğunu istəyir bizdən. Ümumi əhali sayı nə qədər artıb? 127,5 mindən çıxarıq 95,5 min nəfərini. Burada qalar bizə 32 min nəfər. 32 min nəfər bizim təbii artım, bizim ümumilikdə artımımızdır. 32 min nəfərdən neçə nəfəri miqrasiya hesabına gəlib? Miqrasiya bilirsiniz ki, başqa ölkədən gəlmədi. 8 min nəfəri. 32 mindən 8 min nəfəri miqrasiya hesabına gəlibsə, artım hesabına 24 min nəfər artıb. 24 min nəfərimiz neçə il ərzində artıb? 2010-cu ildən 2018-ci ilə qədər 8 il ərzində. Bu da bizdən orta illik artımı soruşur. 24 mini də 8 ilə bölsək düşər 3000. Deməli, il ərzində 3000 nəfər artım olmuşdur. Növbəti sualın izahına baxaq. Ölkə əhalisinin ümumi sayı 32 milyon nəfərdir. İqtisadi cəhətdən fəal əhali ümumi əhalinin 35%-dir. İşsizlər isə ümumi əhalinin 12%-dir. Əmək qabiliyyətli əhalinin sayını istəyir bizdən. Əmək qabiliyyətli əhali kimlər idi? Demişdik ki, əmək qabiliyyətli əhali 15-65 yaş arası olan və işləmək qabiliyyəti olan insanlardır. Əmək qabiliyyətli əhali özü 2 hissəyə bölünürdü. Yadınıza salın, 1 fəal əhali, 1 işsizlər. İndi fəal əhali ümumi əhalinin 35%-dir, işsizlər isə 12%-dir. Bu ikisi birlikdə əmək qabiliyyətli əhali hesab olunur. Deməli onda ümumilikdə əmək qabiliyyətli əhali 35% və 12% təşkil edir, yəni 47%. Ölkə əhalisi nə qədərdir? 32 milyon. 32 milyonun 47%-i əmək qabiliyyətli əhalidir. 32 milyonun 47%-ni taparıq. Bu da edər 15,4 milyon nəfər.